Koordinat başlanğıcında yerləşən nöqtəvi Q0 yükünün B nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulu 25 volt bölü metrdir. Bu yükün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensiv modulunu hesablayın. Deməli, nöqtəvi yükün elektrik sahəsinin intensivliyi üçün düstur. Y bərabərdir K Q0 bölünsün R kvadratıdır. Bizdə deməli B nöqtəsinə qədər olan məsafə RB, A nöqtəsinə qədər olan məsafə də R A-ya bərabərdir. Deməli, burada RB, burada düzbucaqlı üçbucaq alınır. Katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabər olacaq. Yəni, B nöqtəsinin intensivliyi olacaq K Q0 bölünsün RB-nin kvadratı. RB-nin də kvadratı, yəni hipotenuzun kvadratı olur. Katetlərin kvadratlarının cəmi, yəni 3-ün kvadratı üstə gəlinsin 2-nin kvadratı. Bu olacaq 9 plus 4, 13. K-nı surətə vursam, K Q0 bölünsün 13. Bax, bunun qiyməti, bu ifadənin qiyməti 25-dir. İndi A nöqtəsi üçün həmin ifadəni yazsam, K Q0 bölünsün RA-nın kvadratı. Bizdə RA, bax, bu düzbucaqlı üçbucağın hipotenuzudur. Deməli, RA-nın kvadratı olacaq, deməli, 1-in kvadratı üstə gəlinsin 2-nin kvadratı. 1 plus 4 olacaq 5. Deməli, K-nı surətdə yazıram. K Q0 bölünsün 5. İndi bu ifadədən K Q0-ı tapsam, K modulda Q0 olacaq 13 vurulsun 25. Həmin K Q0-ın ifadəsini, bax, burada getirib yerinə yazsam, 13 vur 25 bölünsün 5. 5 vur 13, 65. Deməli, A nöqtəsindəki intensivliyin qiyməti 65 volt bölünsün metr olmuş olacaq.